Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Möhtərəm Müslümanlar, Riyadus Salihin, yani İmam Ən-Nəvəvinin Riyadus Salihin kitabını davam edirik. Və keçən mövzularda İxlas babından danışdıq, İxlas barədə. Və bugün artıq yeni bir baba, yəni yeni bir mövzuya keçirik. Bu da tövbə barədədir. Və bu tövbə. İmam Nəvəvi bu babda, yəni tövbə babında tövbənin önəmli olmasını, yəni insanın həm dünya, həm həyatda tövbə etməyin, yəni günahlardan tövbə etməyin birinci vacibliyini qeyd edir. Və həmçində tövbə etməyin insanın dünya və həyatda nicat tapmasına səbəb olduğunu bildirir. Və ilk öncə İmam Ən-Nəvəvi bu babı başlayarkən, yəni bəbu tövbə, qısa bir müqəddimə verir. Yəni tövbə barədə qısa bir müqəddimə verir və indi həmin müqəddiməni oxuyaq. Qaləl uləmə Ət-təvbətu vacibətun min kulli zənbin فإن كانت المعصية بين العبد وبين الله تعالى لا تتعلق بحق آدمي فلها ثلاثة şurut. İmam Ən-Nəvəvi qeyd edir ki, alimlər demişlər, tövbə hər bir günahdan, yəni hər bir müsəlmana hər bir günahdan tövbə etmək vacibdir. Və əgər günah Allahla qul arasında olarsa, bu halda onun qəbul olması üçün 3 şərt lazımdır. Yəni bura kimi izah edək. Deməli İmam Nəvəvi burada birinci tövbənin vacib olmasından danışır. Yəni ümumiyyətlə sözsüz ki, günahsız insan yoxdur. Və hər bir insanın günahları var. Və günahlar da üç cürdür. Var küfür günahlar, Allah bizi qorusun bu günahlardan, Allaha sığınırıq. Məsələn, Allaha şərik qoşmaq kimi, estağfurullah, dinə istehza etmək kimi, həmçinin hədisləri inkar etmək kimi. Yəni bunlar küfür günahlardır. Var bu günahlardan daha aşağı olan böyük günahlar var və böyük günahların da alimlər bildirirlər ki, bu o günahlardır ki, o günahlara dinimizdə Allah və Peyğəmbəri tərəfindən lənətlənib, yəni onu edənlər. Və ya onu edənlərə dinimiz, şəriət hədd qoyub. Hədd yəni cəza tətbiq edib. Məsələn, adam öldürən qisas olaraq öldürülür. Həmçinin oğurluq edən əli kəsilir. Bunlar hədd deyirlər bunlara, həddlər, yəni cəzalar tətbiq olunur. Üçüncüsü isə kiçik günahlardır. Yəni, hədd tətbiq olunmayan və lənət gəlməyən günahlardır. Və ümumiyyətlə, hər bir müsəlman birinci ilk növbədə insan gərək çalışsın, günahlardan uzaq olsun. Və günah dedikdə burada həm Allahın haram buyurduqlarını etmək nəzərdə tutulur, həm də müəyyən vacibləri tərk etmək. Yəni, bunlar da günaha daxildir. Birinci insan, mömin insan, müsəlman çalışmalıdır ki, uca Allahın buyurduğu bütün vacibləri yerinə yetirsin. Və həmçində Allahın qadağan etdiyi, çəkindirdiyi əməllərdən çəkinsin. Lakin sözsüz ki, necə ki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, kullu bəni Ədəmə xatta. Hər bir Adəm övladı günahkardır. Və xeyrul xatta'in ət-təvvabun. Və günah edənlərin ən xeyirlisi isə tövbə edənlərdir. Və məhz ona görə bugünkü mövzumuz tövbədir. İmam Nəvəvi tövbədən danışır. Yəni insan bildirir ki, burada hər bir insan bütün günahlardan tövbə etməsi vacibdir. Əgər deyir günah Allahla qul arasında olarsa, nə deməkdir Allahla qul arasında? Yəni insanların burada haqqı yoxdur. Yəni insanların haqqına girməmsən. Məsələn, bir insan Allah uzaq eləsin, içki içib,
bir insan məsələn zina edib və sair bu kimi günahlar var. Hansı ki burada yəni Allahla qul arasında olan haqdır. Əgər belə bir günahdırsa, bu günahdan tövbə etmək üçün 3 şərt lazımdır. Yəni bu günahdan, Allahla qul arasında olan günahlardan tövbə etmək üçün və tövbənin qəbul olunması üçün 3 şərt olmalıdır. İmam Nəvəvi qeyd edir ki, əhəduhə ən yuqli'a anil məsiyə, yəni bu günahı tərk etməlidir. Və thani ən yəndəmə alə fi'lihə, yəni etdiyi günaha görə peşmançılıq hissi keçirməlidir. Və thalisu ən ya'zimə ən la ya'udə ileyhə əbədə. Və üçüncüsü isə qəti qərar verməlidir ki, bir də bu günaha qayıtmayacaq. Yəni bu günaha qayıtmayacağına qəti qərar verməlidir. Alimlər burada daha bir şərt qeyd edirlər və bu da ixlasdır. İxlasdır. Yəni bu ixlas əslində bütün əməllərin qəbul olunması üçün şərtdir və bəzi alimlər burada da qeyd edirlər. Və bəziləri də qeyd etməyib. Niyə görə? Çünki aydın məsələdir. İxlas bütün əməllərdə öndədir, başdadır. Yəni tövbəni Allah üçün eləməlidir. Kimə görəsə yox. Kiminsə gözündə görsənmək üçün yox. Kiminsə xatirinə yox. Və yaxud kiməsə yaltaqlanmaq üçün yox. Yəni sırf Allah üçün eləməlidir. Və bunun savabını Allahdan ummalıdır ki, Allah onun günahlarını bağışlasın. Və sonra ikincisi ən yuqli'a anil məsiyə, yəni günahı dərhal tərk eləməlidir. Yəni bu da şərtdir. Yəni bir insan əgər günahı davam edə deyirsə ki, mən tövbə edirəm, bu tövbə sayılmır. Və günahı dərhal tərk eləmək lazımdır. Və əksinə alimlər qeyd edirlər ki, bu özü istehza sayılır. Yəni əgər insanlardan birinə, məsələn, hansısa bir insana desək ki, mən sənə qarşı bir də bu hərəkəti eləməyəcəm və sonra yenə eləsən, bu həmin insanı ələ salmaqdır. Düzdürmü? O ki qaldı aləmlərin Rəbbinə qarşı deyəsən ki, tövbə edirəm, amma yenə o günahı davam edəsən. Yəni bu tövbə qəbul olunmur. Və ya aciz olduğuna görə günahı tərk edir, amma ürəyində niyyət edir ki, imkan olsa olan kimi yenə qayıdacam bu günaha. Yəni bu da qəbul deyil. Məsələn, bir insan, Allah uzaq eləsin, imkanı var, varı dövləti var və bu varı dövlətini harama sərf edir, haram işlərə sərf edir. Və bir müddət bankrot oldu, pulu getdi əldən, dedi ki, mən tövbə edirəm günahlardan. Amma ürəyində tutub ki, əlimə yenə imkan düşsə, yenə eləyəcəm. Yəni, ürəyindən bunu keçirir. Bu tövbə deyil. Bu, sən aciz olduğuna görə, yəni, əlində imkan olmadığına görə bu günahı tərk eləmişsən. Amma tövbə eləməmişsən. Və ona görə də tövbədə şərtlərdən biri budur ki, insan həmin günahı dərhal tərk eləməlidir. Və əgər bu əməl, yəni tərk edəsi, əgər bu əməl günahdırsa, yəni haram əməldirsə tərk eləməlidir. Əgər vacibi tərk edibsə, dərhal yerinə yetirməlidir. Yəni, məsələn, biz bayaq qeyd elədik ki, var vacib bir əməli etməmək, bir də var haramı etmək. Yəni, hər ikisi günahdır. Əgər insan hansısa bir vacib əməli tərk edirsə, məsələn, insan namaz qılmır və tövbə edir ki, tövbə etdim, bundan sonra namaz qılacam, dərhal o namazı başlamalıdır. Və yaxud hansısa bir vacib əməldir, zəkat vermir, məsələn, neçə ildir xəsislikdən, məsələn, zəkatını vermir və tövbə edir, başa düşür ki, haramdır və deyir ki, mən bundan sonra zəkatını verəcəm və həmin insan dərhal əvvəlki ötürdüyü illər üçün zəkatı çıxartmalıdır. Bu kimi yəni misallar çoxdur. Və ya əgər əməl hansısa haram əməli edirsə, məsələn, insan siqaret çəkir, siqaret çəkən insandır, siqaret bildiyimiz kimi haramdır, yəni heç kim ona məkruh demir. İnsan əgər tövbə edirsə haramdan, yəni bu siqaretdən, dərhal onu tərk etməlidir. Yoxsa bu paçkanı qutarım, yoxsa nə bilim filan şey işim düzəlsin, filan, elə deyil. Dərhal, əgər tövbə istəyirsənsə tövbən səmimi olsun, dərhal tərk elə.
Və sonra deyir ki, ikincisi, ən yəndəmə alə fi'lihə, peşman olmalıdır. Və peşmançılıq həmin insanın öz tövbəsində səmimi olmasına dəlalət edir. Yəni, peşman olur ki, mən belə bir iş görmüşəm, kaş ki görməyəydim. Və bu, səmimilik əlamətidir. Ona görə də peşman olmaq tövbənin əsas şərtlərindən biri sayılır və insanın səmimiliyinə dəlalət edir. Necə ki, bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, tövbə peşmançılıqdır. Yəni, əsasən qeyd edir o. Necə ki, həc Arafadır. Yəni, o deməkdir ki, başqa vacibləri yoxdur həcin, ərkanları. Sadəcə, əsas Arafadır. Və burada da Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə buyurur ki, tövbə peşmançılıqdır. Və sonra üçüncü qeyd edir ki, və bu əmələ bir daha qayıtmayacağına qərar verməlidir. Yəni, qəti surətdə qərar verməlidir ki, bir daha mən bu günaha qayıtmayacağım. Və sonra qeyd edir ki, İmam Nəvəvi, فَاِنْ فُقِدَ أَحَدُ الثَّلَاثَةِ لَمْ تَصِحَّ تَوْبَتُهُ. Əgər bu üç şərtlərdən biri olmazsa, yəni itirilərsə, olmazsa, tövbəsi səhih sayılmaz. Və sonra qeyd edir ki, وَاِنْ كَانَتِ الْمَعْسِيَةُ تَتَعَلَّقُ بِآدَمِيِّنْ فَشَرْتُهَا أَرْبَعْتٌ. Deyir, əgər günah hansısa bir Adəm övladı ilə əlaqəlidirsə, yəni Adəm övladının haqqına girməkdən ibarətdirsə, bu zaman əvvəlki üç demək, şərtə daha bir şərt əlavə olunur. Ən yəbraə min haqqi sahibihə, və bu da nədir? Həmin haqq sahibinin haqqını qaytarmalıdır. فَاِنْ كَانَتْ مَالًا اَوْ نَحْوَهُ رَدَّهُ اِلَيْهِ. Əgər mal olarsa, yəni pul olarsa və yaxud başqa bir şey olarsa, qaytarmalıdır özünü. Əmanət olarsa, qaytarmalıdır. Yəni, məsələn, kimisə bir pulunu oğruyub, malını götürür və s. qaytarmalıdır dərhal. وَاِنْ كَانَتْ حَدَّ قَذْفٍ اَوْ نَحْوِهِ مَكَّنَهُ مِنْهُ اَوْ طَلَبَ عَفْوَهُ. Əgər mənəvi bir haqdırsa, yəni mənəvi haqq nədir? Yəni, məsələn, kiməsə böhtan atıbsa və s. bu kimi haqdırsa, o zaman həmin insana ondan qisas almasını imkan verməlidir ki, yəni ondan qisas alsın. Yəni, bu da nədir? Hədd tətbiq olunması üçün. Və ya əfv etməsini istəməlidir. Və burada alimlər qeyd edirlər ki, məsələn, kimisə qeybət edib, kimisə qeybətin edib, kimisə dalınca danışıb. Belə haqlarda alimlər qeyd edirlər ki, əgər imkan varsa, insan gedib həmin o qeybət etdiyi adamdan halallıq almalıdır. İmkan varsa, nə mənada imkan varsa. Yəni, bilirsə ki, bu adam ona heç nə, daha da bu böyük bir fəsada gətirib çıxartmayacaq və yaxud ya da ki, ümumi olaraq gəlib deməlidir ki, demək, mən sənin haqqıva girmişəm, da demir, xırdalamır nə məsələdir. Xırdalığına gedir. Çünki xırdalığına getsə, ola bilər həmin insan onu əfv etməz və ürəyində biraz da kin-küdrət saxlayar, ədavətə gətirib çıxarda bilər. Və bunu nəzərə alaraq alimlər qeyd edirlər ki, əgər qeybət olarsa, yəni haqq sahibi qeybətini etmiş insandırsa, o zaman ya ümumi şəkildə gəlib deyirsən ki, mən sənin barəndə sənin haqqıma girmişəm, xahiş edirəm, haqqımı halal elə, ya da ki, alimlər qeyd edirlər ki, əgər insan bilirsə sən onun qeybətini etmişsən, gedib halallıq istəyirsən. Yox, əgər bilmirsə, bəzi alimlər deyir ki, ümumiyyətlə yaxşı olar ki, bu söhbəti açmayasan. Və nə edirsən əvəzinə? Əvəzinə həmin insan üçün dua edirsən, əksinə həmin insanı məclislərdə və s. xeyirlə yad edirsən, yəni xeyirlə xatırlayırsan, tərifləyirsən və s. bu kimi. Və həmçinin burada qeyd edir İmam Nəvəvi وَاِنِ كَانَتْ غَيْبَةً اِسْتَحَلَّهُ مِنْهَا. Yəni, əgər qeybət varsa halallığını alır, biz də qeyd elədik hansı hallarda və necə. Və sonra qeyd edir ki وَيَجِبُ أَنْ يَتُوبَ مِنْ جَمِيعِ الذُّنُوبِ. Yəni, insan bütün günahlarından tövbə etməlidir. فَاِنْ تَابَ مِنْ بَعْدِهَا صَحَّتْ تَوْبَتُهُ. Yəni, tutaq ki, insanın bir çox günahları var. İnsan bu günahlardan hamısından yox, bəzisindən tövbə edir. Səhihdirmi tövbəsi?
İmam Nəvəvi deyir ki, alimlərin, yəni doğru rəyinə görə, haqq əhlinin doğru rəyinə görə budur ki, bəli, tövbəsi səhiddir. Məsələdə başqa rəylər də var. Bəzi alimlər deyir ki, əgər eyni cins günahdırsa, eyni növ günahdırsa, birindən tövbə edirsə, birindən etmirsə, sayılmır. Bəziləri isə deyir ki, ümumiyyətlə sayılmır, amma doğru rəy budur ki, sayılır, bəli. Sahhət deyir ki, tövbədə ində əhlil haqqi min zəlikə zəmbi və bəqiyə aleyhil bəqi. Yəni, sahhət tövbəsi səhihdir. Digərlərinin günahı isə boynunda qalır. Və qad təzahərat dələilul kitabi və sünnəti və icma'il ümməti alə vücubi tövbə. Deyir, Quran və sünnənin dəlillərinə əsasən və həmçinin də ümmətin alimlərinin yekdil rəyinə görə tövbə etmək vacibdir hər bir insana. Və bu İmam Nəvəvinin müqəddiməsidir və bundan sonra İmam Nəvəvi demək gətirir ayələr gətirir və burada bir-iki şey qeyd etmək istərdim. Əgər insanın günahı, yəni Allahla onun arasındadırsa, bu zaman insan bu günahı gizlətməlidir. Yəni bu günahı gedib kiməsə danışması, kiməsə bildirməsi düzgün deyil. Necə ki, bu barədə hədis var. Buxarıda rəvayət olunur. Peyğəmbər s.ə.v deyir ki, ümmətimin bütün günahkarları bağışlanacaq, yalnız açıq-aşkar günah edənlərdən başqa. Və sonra bildirir ki, kimdir bu açıq-aşkar günah edənlər? Deyir, gecə bir günah edər, Allah onun üçün örtər onu, yəni bu günahı onun üçün örtər, o isə səhər açıldıqda gedər insanlara danışar ki, bu gecə belə günah elədim. Yəni bu cür düzgün deyil, olmaz. Və ona görə də insan, əgər insanın günahı Allahla onun arasında olarsa, bu halda insan gərək bu günahı heç kimə bildirməsin, tövbə eləsin və həmçinin Adəm övladının haqqı barədə bir məsələni qeyd etmək istərdim. Ümumiyyətlə, yaxşı olar ki, əgər kimin bu dünyada Adəm övladı ilə əlaqəli, yəni başqa insanlarla əlaqəli bir günahı varsa, bu dünyada ona halallaşsın. Çünki qiyamət gününə saxlamasın. Çünki qiyamət günü bildiyimiz kimi insanlar heç nəsiz gələcək. Bir hədisdə soruşdular ki, ey Allahın elçisi, bəs insanlar heç nəsiz gələcəksə, bəs necə olacaq? Peyğəmbər s.ə.v dedi ki, onlar öz yaxşı əməllərini verəcəklər. Yəni haqqına girdikləri insanlara. Və ona görə də qiyamət günü halallaşma ancaq salih əməllərlə olacaq. Necə ki, bir hədisdə Peyğəmbərimiz s.ə.v deyir ki, bilirsinizmi müflis kimdir? Müflis yəni iflasa uğrayan. Deyirlər ki, ey Allahın elçisi, bizdə iflasa uğrayan bizə görə malı və pulu batan insan, yəni heç nəyi olmayan. Peyğəmbərimiz s.ə.v deyir ki, əsl müflis odur ki, qiyamət günü ibadətlərlə gələr. Namaz, zəkat, oruc, həc. Lakin bunun haqqına girmiş, onu vurmuş, onu qanını axıtmış və deyir, bu haqq sahiblərinin, onun günah, savab əməlləri götürülüb, haqq sahiblərinə veriləcək və əgər savab əməlləri bitərsə, onların günahları buna yüklənəcək və cəhənnəmə girəcək. Və ona görə də, qardaşlar, yəni insan, ağıllı insan öz savab əməllərini heç kəsə verməz. Və bir kəsin haqqına girəndə bu dünyada düşünər ki, yəni qiyamət günü mən öz etdiyim bu ibadətləri, savablarını ona verəcəm. Yəni bunu düşünüb bu əməllərdən çəkinmək lazımdır. Və tövbənin, qardaşlar, dünyada olan ən gözəl demək faydalarından biri budur ki, tövbə əvvəlki günahları silib aparır. Yəni bundan gözəl, belə deyək, fayda nə ola bilər? Əgər bir insan səmimi qəlbdən tövbə edərsə, Allah Teala onun əvvəlki günahlarını siləcək. Yəni bu tövbənin bu dünyada, səhv edin ki, hələ bu dünyada olan gözəl faydalarından biridir.
Qiyamət günü isə bayaq qeyd elədiyimiz kimi, qiyamət günü də öz savab əməllərini qoruyub saxlayır, əgər tövbə etsən. Və həmçinin qardaşlar, alimlər daha bir şərt qeyd edirlər. Bu şərtlərə, qeyd elədiyimiz şərtlərlə bərabər, bu da tövbənin vaxtında edilməsidir. Vaxtında edilməsidir. Və bununla da ümumi olaraq tövbənin şərti neçə oldu? 5. Üçünü, dördünü daha doğrusu İmam Nəvəvi qeyd etmişdi. Biz əlavə etdik ixlas və 5-ci də alimlər edirlər, tövbə vaxtında olmalıdır. Nə deməkdir vaxtında? Yəni, tövbənin qəbul olunmayan vaxtlarında edilməməlidir. Tövbə də nə vaxt qəbul edilmir? Birincisi, can boğaza yetişəndə, yəni insan öləndə, artıq mələkləri, ölüm mələklərini gördüsə, necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir hədisdə deyir ki, yuğfəru li əhədikum mə ləm yuğarğir. Deyir ki, sizlərdən birinin tövbəsi qəbul olunar, bağışlanar, ta ki, can boğaza yetişənə qədər. Can boğaza yetişdisə, artıq mələkləri gördüsə, artıq onun tövbəsi qəbul etmir. Çünki insan mələkləri görəndə artıq haqqı bilir və bu halda insanın tövbəsi qəbul olunmur. Necə ki, Uca Allah Quran-ı Kərimdə Nisa surəsində buyurur ki, İnnəmət təvbətu aləllahi lillezine ya'malunə su'ə bicəhələtin thumma yətubunə min qarib. Deyir, Uca Allah o kəslərin tövbəsini qəbul edir ki, onlar avamlıqları ucbatından günah edərlər və sonra yaxın bir zamanda tövbə edərlər. Və alimlər İbn Kəsir gətirir ki, yətubunə min qarib, yaxın zaman, yəni can boğaza yetişənə qədər. Yəni günah edən vaxtdan can boğaza yetişənə qədər tövbə edərsə bağışlanar. Fəuləikə yətubullahu aleyhim. Allah onların tövbəsini qəbul edər. Və kənəllahu alimən həkimə. Allah biləndir, hikmət sahibidir. Və sonra Allah da nə buyurur? وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذ۪ينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَلَّذ۪ينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ. Və o kəslərin tövbəsi qəbul deyir ki, onlar günah əməllər edərlər ta ki ölüm çatana qədər, yəni ölüm anı yetişənə qədər, yetişəndə deyər ki, mən indi tövbə etdim. Mən indi tövbə etdim və həmçində kafir olaraq ölənlərin tövbəsi qəbul deyil. Və həmçinin başqa bir vaxtı, yəni birinci vaxtı dedik ölüm ayağı və digər bir vaxtı isə günəş demək batdığı yerdən çıxdıqda. Bildiyimiz kimi günəş məşriqdən çıxır, gün doğandan çıxır, gün batanda batır və qiyamətə yaxın qiyamətin əlamətlərindən biri, daha doğrusu ən son əlamətlərindən biri budur ki, günəş batdığı yerdən çıxacaq. Və bu onu göstərəcək ki, artıq tövbə qəbul deyil. Və həmin vaxtı, yəni həmin vaxtda yetişən insanlar, demək, yəni hədislərə görə həmin vaxtda müsəlmanlar yetişməyəcək. Çünki möminlərin ruhunu Uca Allah alacaq. Həmin vaxtda yetişən kafirlər, münafiqlər və s. onlar tövbə edəcəklər. Yəni bunu görüb, bu əlaməti görüb tövbə edəcəklər. Lakin bu tövbə onlara fayda verməyəcək. Bu tövbə onlara fayda verməyəcək. Və bu iki vaxtda demək tövbə qəbul olunmur və ona görə də insan çalışmalıdır ki, ölüm ona gəlməmişdən əvvəl tövbə etsin. Lakin belə bir sual çıxa bilər ki, bəlkə bir insanın məsələn həyatdan ümidi kəsilib, elə bir xəstəliyə tutulub ki, həyatdan ümidi kəsilib və bilir ki, öləcək. Məsələn, misal üçün, həkimlər buna vaxt qoyublar. 3 ay, 4 ay, 5 ay. Yaxşı, belə bir halda insan tövbə edərsə, demək, tövbəsi qəbuldur, cavab budur ki, bəli, qəbuldur. Belə bir halda olan insan və yaxud kiməsə hədd qoyulub, məsələn, qisasla öldürülməlidir 1 aydan sonra və s. Yəni, belə insan, bu insanları tövbə eləsələr, tövbələri qəbuldur. Yəni, bunlar həmən bayaq qeyd elədiyimiz ayəyə daxil deyil. Və sonra İmam Nəvəvi
ayələr gətirir. Yəni birinci müqəddimə qeyd elədi. Sonra isə bəzi ayələr qeyd edib. Ayələrdən birincisi Nur surəsi 31-ci ayə. Və tubu ilallahi cəmi'ən eyyuhəl mu'minunə ləalləkum tuflihun. Ey möminlər, hamınız, yəni hamılıqla Allaha tövbə edin. Ümid olunur ki, nicat tapasınız. Yəni tövbə sizin nicat tapmağınıza səbəbdir. Və bu ayə bildiyimiz kimi Nur surəsində gözü qorumaq barədə olan ayənin sonudur. Başqa bir ayə Hud surəsi İstəğfiru rabbəkum thumma tubu ileyhi. Allahdan bağışlanma diləyin və ona tövbə edin. Və burada belə bir sual yarana bilər ki, bağışlanma diləmə, yəni istiğfar, bir də var tövbə. Yəni bunların fərqi nədir? Yəni biz bəzən dua edirik, Allahum estəğfirullah, estəğfirullah. Düzdürmü? Bu duadır. Və həmişə deyirik, Allahum ətubu ileyh, tövbə edirəm sənə. Bunların fərqi nədir? Demək, qardaşlar, ayədə istəğfiru rabbəkum thumma tubu ileyhi. İstiğfar diləmək, yəni bağışlanma diləmək, bu duadır. Bağışlanma diləmək, əgər burada, yəni bağışlanma, Allahdan bağışlanma diləməklə bərabər günahı tərk edərsənsə və həmçində peşman olarsansa, bayaq qeyd elədiyimiz şərtlər varsa, bu istiğfar elə tövbə deməkdir. Amma belə isə istiğfar etmək, Allahdan bağışlanma diləmək, alimlər qeyd edirlər ki, istiğfar əvvəl etdiyin günahı Allah Taala'dan istəyirsən ki, yəni bir insan deyir ki, Allahumma estəğfirullah, Allahım səndən bağışlama dilərim. Yəni Allahım, əvvəl etdiyim günahlara görə məni rüsvay etmə, yəni bunu açma, çıxartma, bunu məni rüsvay etmə və buna görə məni cəzalandırma. Yəni biz bunu istəyirik. Yəni istiğfar edən insan əslində bunu istəyir Allahdan. Allahım, əvvəl etdiyim günahlara görə məni rüsvay etmə, yəni günahımı ört. Çünkiğafəra sözü örtmək deməkdir. Və məni cəzalandırma, yəni bu günahın cəzasını mənə vermə. Biz bunu istəyirik. Amma tövbə etmək isə bayaq qeyd elədiyim kimi, tövbə şərtlərlə, yəni günahı tərk etmək, bir daha ona qayıtmamaq, peşman olmaq və ona görə də insan ola bilər istiğfar edir, amma tövbə etmir, tövbə sayılmır. Amma tövbə olması üçün, yəni bir insanın istiğfar diləyərkən tövbə sayılması üçün bayaq qeyd elədiyimiz şərtlər olmalıdır. Ona görə İbn Baz deyir ki, əgər istiğfar əvvəl qeyd elədiyimiz şərtlər olarsa, onda bu tövbədir, tövbənin özüdür. Başqa bir ayə Allah Teala İmam Nəvəvi qeyd edir Təhrim surəsində: "Ya eyyuhellezine amenu tubu ilallahi tawbatan nasuha." Ey iman gətirənlər, Allaha səmimi tövbə edin. Nasuh. Ümumiyyətlə nasuh sözü nasaha feilindəndir və nəsihət etmək də burdandır. Yəni kökü burdandır. Səmimi, yəni səmimi olmaqdır. Bir hədisdə gəlir ki, deyir, "Əd-dinu nasihə." Din səmimiyyətdir. Yəni səmimi olmaqdır. Sonra soruşurlar ki, ey Allah'ın elçisi, kimə qarşı? Deyir, Allaha qarşı səmimi olmaq, Peyğəmbərinə qarşı səmimi olmaq, onun kitabına qarşı səmimi olmaq, əmr sahibinə qarşı səmimi olmaq və bütün insanlara qarşı səmimi olmaq. Yəni səmimiyyət. Ona görə də səmimi tövbə, yəni səmimi qəlbdən tövbə edin. Və İmam Ömər ibn Xattab deyir ki, səmimi tövbə etmək odur ki, bu günaha bir də qayıtmayasan. Necə ki, süd döşdən çıxdıqda bir daha ora qayıtmır, eləcə də sən bu günaha qayıtmayasan. Yəni İmam Ömər ibn Xattab bunu deyir. Və bu ayələr bizə göstərir ki, tövbə etmək vacibdir. Çünki Allah Teala əmr edir. Deyir ki, tövbə edin. Ona görə tövbə edən insan neyniyir? İlk növbədə Allahın əmrinə tabi olur. Çünki Allah buyurur ki, tövbə edin. Və digər tərəfdən də Peyğəmbər sallallahu əleyhi və səlləmə itaat etmiş olur. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm də indi gələcək hədisdə tövbə edərdi, istiğfar edərdi. Və sonra İmam Nəvəvi hədislərə keçir.
hədislər. Və bugün bu hədislərdən bir neçəsini götürəcəyik. Birinci hədisimiz Əbu Hureyrədən rəvayət olunur. Əbu Hureyrə deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Vallahi inni la əstəğfirullaha və atubu ileyhi fil yevmi əksərə min 70 mərra. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm and içir. Deyir, Allaha and olsun ki, mən gün ərzində 70 dəfədən çox Allahdan bağışlanma diləyib tövbə edirəm. Hədisi Buxari rəvayət edib. Başqa bir hədis, yenə İmam Nəvəvi qeyd edir. Əl-Ağar ibn Yəsardan. Deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi. Yə eyyuhən nəsu, tubu ilallahi, fə inni ətubu fil yevmi 100 mərra. Ey insanlar, Allaha tövbə edin. Həqiqətən mən gün ərzində 100 dəfə tövbə edirəm. Və bu, ümumiyyətlə, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizim üçün nümunədir. Allah Teala buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرَ وَذَكَرَ اللّٰهَ كَثِيرًا. Həqiqətən, Allah elçisi sizlərə, Allaha və axirət gününə ümid bağlayanlara və həmçində Allahı çox zikr edənlərə gözəl nümunədir. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem deməli, bizə bildirir ki, yəni bu hədisi deməklə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizə bildirir ki, yəni siz də tövbə edin. Halbuki Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin keçmiş və gələcək günahları bağışlanmışdır. Amma yenə də o bizə nümunədir. Necə ki, alimlər qeyd edirlər ki, Peyğəmbərlər ən abid insanlar olur. Ən abid insanlar olur. Yəni ibadətdə ən öndə gedən öndər olurlar. Niyə görə? Çünki öz ümmətlərinə nümunə olsunlar. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin biz fikir versək, həqiqətən də həmişə ibadətlərin sonunda Allahdan bağışlanma diləyərdi. Və hətta rəvayət olunur ki, ömrünün sonunda belə öləndə nə dedi? Allahumma xfirli vərhamni və əlhiqni bir rafiqil ə'lə. Yəni son sözü bu olub. Allahım məni bağışla, mənə rəhm et və məni uca dostlara qovuşdur. Uca dostlar kimlərdir? Peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlər. Və ona görə də Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bizim üçün nümunədir və biz bu hədisdən görürük ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem gün ərzində 100-ə yaxın, 100 dəfərən və hətta daha çox. Burada yəni alimlər qeyd edirlər ki, say buradan mübaliğə mənasında qeyd olunub. Yəni təhdid kimi yox. Yəni o demək deyir ki, 70 dəfə. Yəni mübaliğə, yəni daha çox edərdi. Niyə görə? Çünki həqiqətən də tövbə etmək, bağışlanmaq insanın dünya və axirətdə nicat tapmasına demək səbəbdir. Başqa bir hədis Ənəs ibn Malik xadimur Rasulillah sallallahu aleyhi ve sellem, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin xidmətçisi olan Ənəs ibn Malik rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi: Lallahu əfrahu bi tövbəti abdihi min əhədikum səqata alə bə'irihi və qad ədalləhu fi ardı fələtin. Buxari və Müslim rəvayət edib. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem, yəni Ənəs ibn Malik bilirsiniz, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin xidmətçisi olub, yəni sahabə. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Mədinəyə gələndə anası gətirir onu, verir Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə və deyir ki, sənə xidmət eləsin və o da 9 il və bir rəvayətdə 10 il Peyğəmbərimiz sallallahu aleyhi ve sellemə yəni xidmət edir. Və deyir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dedi ki, Allah Taala sizlərdən birinin tövbəsinə görə sevinir və necə sevinir? Yəni sizlərdən birinizin tövbə etməsi Allaha səhrada öz dəvəsini itirib sonra tapan insanın keçirdiyi fərəh duyğusundan, sevinç duyğusundan daha çox sevinir. Yəni Allahın sevgisi daha çoxdur. Və başqa bir hədis, yenə də İmam Nəvəvi deyir ki, Müslimin rəvayəti bu hədisi daha da açıqlayır. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, Allah Taala sizlərdən biriniz yəni tövbə edərkən uca Allah sevinir
Və Allahın bu sevinci bir kişinin səhrada öz dəvəsini itirib və üzərində yeməyi və həmçində şərab, yəni içkisi olan, suyu olan dəvəsini itirib, sonra ondan ümidini üzən fəəyyisə minhə və axtarıb tapa bilmədikdən sonra bir ağacın altına gəlib, artıq yorulub əldən düşəndən sonra gəlib bir ağacın altında uzanan və birdən gözünü açıb dəvəsini başının üstündə görür və onun demək ipindən tutan kişinin keçirdiyi sevinç hissindən daha çox sevinir Allah Taala. Və hətta deyir bu kişi sevinç hissindən, sevindiyindən Allahım sən mənim qulumsan, mən sənin Rəbbinəm deyir. Yəni səhv edir, sevincindən o qədər sevinir ki, səhv edərək belə bir söz işlədir. Yəni bu kişinin keçirdiyi, belə bir insanın keçirdiyi sevinç hissindən Allah Taala daha çox sevinir. Və bu hədis Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bir nümunə göstərir. Nümunə çəkir, məsəl çəkir. Yəni bu dünyada insan ən çox necə sevinə bilər? Təsəvvür edin ki, bir insan dəvəsində yeməyi, içməyi çıxıb səhraya və dəvəsini itirir və başlayır axtarmağa. Ora qaçır, bura qaçır, o təpəyə çıxır və sonra əldən düşür, görür ki, daha tapa bilməz. Gəlir bir ağacın altında artıq ölümünü gözləyir. Yəni, gözləyir ki, öləcək daha, nə vaxt ölüm gələcək buna. Və birdən gözünü açır, dəvəsi başının üstündə. Yəni, təsəvvür edin ki, bu insan necə sevinə bilər? Ən çox sevinə bilən insan bu ola bilər. Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bizə bildirir ki, Allah Taala bundan da daha çox sevinir. Allahın sevinməsi, yəni insanın sevinməsi kimi deyil. Leysə kəmislihi şeyun və huvəs-səmiul alim. Onun bənzəri yoxdur, o eşidən və biləndir. Sadəcə Allahın özünə layiqli şəkildə, özünə xas olan şəkildə Allah Taala sevinir. Və bu göstərir ki, Allah Taala sevir tövbə edənləri və tövbə edən quluna görə sevinir. Və bu hədis bizi tövbəyə rəğbətləndirir. Səfərin ki, bir insan əgər bilsə ki, Allah Taala sevir və sevinir onun tövbəsinə görə, neyniyər? Tövbə etməyə tələsər. Və həmçinin bu hədisin faydalarından biri budur ki, bayaq qeyd elədiyim ki, uca Allahın sevinmək sifəti, fərəh sifətini, yəni Allah üçün feili sifətlərdən, Allah üçün isbat olunması. Və biz bilirik ki, uca Allahın əhl-i sünnə vəl cəmaə bidət əhlindən fərqli olaraq Allahın özü barədə və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin Allah barədə dediyi ad və sifətləri qəbul edirik və Allaha layiqli şəkildə. Necə? Allaha layiqli şəkildə. Bənzətmədən, oxşatmadan, inkar etmədən, keyfiyyət vermədən. Biz bunu təsdiq edirik. Bizim əhl-i sünnənin, sələfin yolu budur. Və keyfiyyətini bilmirik keyfiyyəti Allahın özünə layiqli şəkildə. Digər ad və sifətlər də belədir, bu şəkildədir. Və həmçində bu hədis dəlalət edir ki, əgər bir insan demək səhvən, yəni dili dolaşıb və s. və yaxud yəni qəsd etmədən bir küfür söz işlədərsə və yaxud bir günah söz işlədərsə, buna görə ona günah yazılmır. Çünki bu kişinin işlətdiyi burada söz nə idi? Küfür idi. Allahım, mən sənin Rəbbinəm, sən mənim qulumsan. Bu küfürdür. Lakin o bunu sevindiyindən dili dolaşdı. Ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, o buna görə günah qazanmır. Hədis bizə göstərir ki, uca Allahın, yəni bizim tövbəmizə möhtac deyil, yəni ehtiyacı olmadığı halda Allahın qulunun tövbəsinə sevinməsini bildirir. Allahın bizim tövbəmizə ehtiyacı yoxdur. Necə ki, bir hədisdə, qudsi hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, Allah Taala buyurur ki, ey qullarım, əgər sizin əvvəliniz, yəni birinciniz və sonuncunuz, insiniz və cininiz ən təqvalı insanın qəlbi tək olsaz, bu mənim mülkümdən heç nə artırmaz.
Və həmçinin Allah Teala buyurur ki, ey qullarım, əgər sizin əvvəliniz, birinciniz və sonuncunuz, insiniz və cinniniz ən günahkar insanın qəlbi tək olsaz, bu mənim mülkümdən heç nə azaltmaz. Yəni Allahın bizim tövbəmizə ehtiyacı yoxdur. Yəni Allahın öz qulunun tövbəsi, hansısa qulun tövbəsinə ehtiyacı yoxdur. Sadəcə Allahın lütfüdür, kəramətidir ki, Allah Teala sevinir. Və nəhayət sonuncu hədis, qardaşlar, bugünkü dərsimizdə sonuncu 2 hədis. Əbu Musa Əş'ari deyir ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dedi, həqiqətən Allah Taala günəş batdığı yerdən çıxana qədər hər gecə əlini açır ki, gündüz günah edənlər tövbə etsin. Və həmçində hər gün, yəni gündüz əlini açır ki, gecə tövbə edənlər, günah edənlər tövbə etsin. Yəni bu hədis bizə göstərir ki, uca Allahın rəhməti, mərhəməti, Allah Teala hətta əlini açır belə. Əlini açır ki, qulu tövbə etsin. Hətta geciksə belə. Yəni gündüz günah edən geciksə belə, qoy gecə tövbə etsin. Allah Teala qəbul edir onu. Və ya əksinə, gecə günah edən geciksə belə, gündüz tövbə etsin. Yəni bu hədis uca Allahın rəhmətinə, mərhəmətinə, lütfüne dəlalət edir. Rəhmətinin, mərhəmətinin genişliyinə. Başqa bir hədis, növbəti hədis, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm rivayet deyir ki, Əbu Hüreyrədən rivayet olunur. Kim günəş batdığı yerdən çıxana qədər tövbə edərsə, uca Allah onun tövbəsini qəbul edər. Yəni bu 2 hədis həqiqətən də uca Allahın rəhmətinin nə qədər böyük olduğunu göstərir. Və bayaq qeyd elədiyimiz kimi, tövbənin qəbul olunmayan vaxtlarından biri odur ki, əgər günəş batdığı yerdən çıxarsa, tövbə qəbul olunmaz. Uca Allah bu barədə Quran-ı Kərimdə buyurur ki, Ənam surəsində, Həl yənzuruna illə ən tə'tiyəhumul mələikətu əv yə'tiyə rabbuka əv yə'tiyə bə'du əyəti rabbik yevmə yə'ti bə'du əyəti rabbikə la yənfə'u nəfsən imanuha ləm təkun əmənət min qabl əv kəsəbət fi imanihə xeyra Qul intaziru innə mumtazirun. Ənam surəsi 158-ci ayə. Allah Teala buyurur ki, yoxsa onlar Allahın, mələklərin və ya Rəbbinin bəzi ayələrinin gəlməyini gözləyirlər. Yəni kafirlər. Rəbbinin bəzi ayələri gəldiyi zaman əvvəl iman gətirməyən və ya imanında bir xeyir qazanmayan kəslərin iman gətirməsi fayda verməz. Və alimlər qeyd edirlər ki, burada bəzi ayələr dedikdə günəşin batdığı yerdən çıxması nəzərdə tutulur. Və ona görə də ümumiyyətlə Allah Taala'nın qulları üzərində qanunu budur ki, əgər əzab gələrsə, əzab gəldikdə tövbə qəbul olunmur. Necə ki, əvvəlki ümmətlərdə biz bilirik ki, əzab gələn vaxtı Allah Taala onları bağışlamayıb. Bircə Yunusun qövmündən başqa. Allah Taala buyurur, bircə Yunusun qövmü. Amma digər qövmləri isə Allah Taala bağışlar. Və ona görə də yəni həmin bu günəş batdığı yerdən çıxdıqda artıq böyük bir qiyamətin əlamətlərindən gəldiyinə görə bundan sonra əzab gəlir və ona görə də bu vaxtda edilən tövbələr qəbul olunmayacaq. Və həmçinin bu hədisdə dəlil var uca Allahın əl sifətinin isbatına. Necə ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, bəl yədəhu məbsutatəni. Əksinə onun 2 əli açıqdır. Yəni Qurandan Allah Teala özünün 2 əli olduğunu bildirir. Və bayaq qeyd edildiyimiz kimi, uca Allahın əli özünə layiqli şəkildədir, 2 əli var. Və bir hədisdə gəlir ki, uca Allahın hər 2 əli sağdır, yəni hər 2 əli mübarəkdir. Yəni bizim sağ əlimiz var, sol əlimiz var, düzümü?
sol əlimizi biz yaxşı olmayan işlərə işlədirik. Yəni bu Allah üçün belə deyil. Hər iki əli kəramətlidir. Hər iki əli uca Allahın ucadır. Yəni bu mənadadır. Ona görə də bu hədisdə həmçinin uca Allahın əl sifətinin demək isbatı var. Yəni dəlildir. Bu qədər qardaşlar bu mövzu barədə inşallah gələn dərslərimizdə başqa növbəti hədislərə keçəcəyik. Uca Allahdan istəyirəm ki, Allah bizim eşidib faydalanlardan etsin. Allah Teala bizi sabit etsin dində. Allah Teala bizim tövbələrimizi qəbul edən məqbul tövbələrdən etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi ecmaîn.